Doktor, sual gəlib ki, varikoseldən əməliyyat olmuşam. Üstündən də bir neçə müddət keçibdir. Amma görürəm ki, yenə təzədən yaralıb. Bunun səbəbi nədir? Varikosel təkrarlanma ehtimalı olan bir hadisədir. Yəni burada həkim də günahlandırmasınlar, kim icra eləyib bilmirəm, amma onun qarşısını ala bildiyimiz qədər almalıyıq ki, təkrarlanmasın. Birinci əməliyyatı açıq yox, mikroskopik icra eləməliyik. Hansı ki, açıq əməliyyatlarda 100 xəstənin faiz nisbətini götürsək, onun da təkrarlanma ehtimalı var. Yəni 100 xəstənin onu təkrar varikosel yarana bilər. Mikroskopik icra olanda isə 100 xəstənin biri mikrocərrahiyyə, mikroskopik cərrahiyyə ilə varikoselektomiyada yəni 10 dəfə artıq avantajlı. Yəni ki, 100 xəstənin birində təkrarlanma ehtimalı var. Və digər qarşısını almaq yöntəmləri artıq xəstə çalışdığı qədər ağır fiziki işdən uzaq olmalıdır, dar geyinməlidir, 20-30 kilodan artıq qaldırmamalıdır. Ağır idman növləri ilə hansı ayaqlara ki təmas eləyir, ayaqlara ki ağırlıq düşür, çanaq nahiyəsinə, qaçıq nahiyəsinə, həmin idman növlərindən qaçmalı. Amma bir mənalı olaraq artıq mikroskopik cərrahiyyə ilə icra olunan demək olar ki, əməliyyatlarda təkrarlanma ehtimalı çox az və nadir görünür.